Peyğəmbər ali, Peyğəmbərin gül camalına Həzrət Əmr əleyhissalamın mövludu münasibəti ilə cəmi möminatın və əzizlərin ki, cəm olublar onların müşküllərin həlli üçün Ağa İmam Zamana mövlud təbriki niyyəti ilə salavat eləyək. Allahümme salli ala Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi leyse liqadaihi dafi' ve la li'ataihi mani' ve la kesunuhu sun'u sanih. Allahümme salli ala Muhammedin ve alihi teyyibin tahirin el-ma'sumin el-mukarramin. لا سيما بقية الله في الأراضين روح وأرواح العالمين لترابه مقدمه الفداء. قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم واعتصموا بحبل الله جميعا ولا تفرقوا صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, özümü və siz əzizləri ilahi təqvaya tövsiyə edirəm. Allah mütəal bizi təqvanın əhlindən qərar versin inşallah. Allah Teala cümənin feyzindən, bərəkətindən, cümənin nuraniyyətindən, cümənin ilahi mənəvi faydalarından bizləri binəsib eləməsin inşallah. Allah Teala Quran-ı Kərimdə Ali İmran surəsi 103-cü ayədə buyurur ki, hamılıqla Allahın ipindən yapışın. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Firqələrə bölünməyin. Allahın ipindən yapışın, firqələrə bölünməyin. Allahın ipi dedikdə ayənin, Quranın möcüzələrindəndir ki, bir ayənin bir neçə batini və təfsiri olur. Ümumi mənasına toxunacaq inşallah. Ayə-i şərifədə Allah Teala buyurur ki, ixtilafa düşməyin. Yəni, bihamılıqla Allahın ipindən yapışın. Burada həm bunu dini, mənəvi məsələlərə aid eləmək olar, həm ictimai məsələlərə, həm məişət məsələlərinə aid eləmək olar. Çünki insan ki, cəmiyyətdə yaşayır, hər bir kəs ideal olmaya bilir, hər bir kəs o deyir, ən yüksək ilahi keyfiyyətlərdə olmaya bilir. Bizim işimizdə, evimizdə, cəmiyyətdə, hər hansı bir işlədiyimiz məqamlarda, məsciddə, hər hansı bir insanın mütləq şəkildə ki, bir nöqsanları olur, bir qəbahətləri olur, başda da özümüz olmaqla təbii ki. Və biz bu qəbahətləri islah eləmək birinci vəzifəmizdir. Çünki 10 dənə bizim fürud dinimiz var ki, onlardan biri də dinin qollarından biri də, ikisi daha doğrusu yaxşıya dəvət, pisdən çəkindirmək. Birinci vəzifəmiz budur ki, ətrafımızda olan hər hansı bir insan olsun, öz əhlimizdən olsun, işimizdən olsun, cəmiyyətdən olsun, fərq eləməz, onların nöqsanlarının islahı üçün əməli şəkildə çalışaq. Yəni, biri var, mən yalan danışım, birinə deyim ki, yalan danışma, qəbahətli belə yox. Əməli şəkildə, yəni, özüm yalanı tərk eləyim, doğruluğun əhlindən olum, sədaqətin, sadiqliyin əhlindən olum ki, sözüm mütəəssir olsun, təsiri olsun. Və birincisi budur ki, biz islah üçün çalışaq. Özümüzü özümüz islah eləyərək cəmiyyətin islahı üçün çalışaq ki, böyüklərdən biri gözəl deyir ki, özünüzü islah eləməmiş cəmiyyətin islahına çalışmayın, onları da özünüzü də yandırarsınız. Birinci budur ki, bəli o nöqsanların müqabilində biz çalışmalıyıq onları islah eləmək üçün. İkincisi, elə hər nöqsan olandan üz çevirək cəmiyyətdə bir təhvirqə yaransın, xeyr. Allah bunu istəmir. Çünki hər bir cəmiyyətdə necə ki, bir təbiət aləmində var. Məsələn, bir alim misal çəkir kirpini. Kirpini görürsünüz, oxları var və insan toxuna bilmir. Digər onun kirpinin düşmənləri toxuna bilmir ona. Və soyuqda, şaxtada onlar bir-birinə sığınıb kirpilər yaşayırlar. Halbuki bir-birini tikanları bir-birinə batır. Biz cəmiyyətdə də bu cür nə olaq gərək. Çünki hər bir şey ətrafda olan hadisələr, varlıqlar bir ilahi işarədir, bir ilahi moizədir. Allah onu ilə göstərir ki, baxın, birinin acı sözünə görə ondan üz döndərirsən, birinin qəbahətinə biz bəzi şeyləri qarışdırırıq, bəzi şeylərin yerini səhv salırıq. Məsələn, biri var günah pisdir, biri var adam pisdir. Çox hallarda biz günahın əvəzinə adamdan nifrət eləyirik. Bir adam, üzr istəyirəm, yalan danışır, bir adam şərab içir, bir adam sələm verir, sələm alır. Biz
əməl yerinə adamdan nifrət eləyirik və bu da cəmiyyətdə ayrılığa səbəb olur. Dinimiz bircə yaşayışın təməlində çox böyük tövsiyələri var. Bir xeyli tövsiyələr var və İslam da həmişə insanı ictimailiyə dəvət eləyir. Ona görə cəmaət namazının savabı haqqında nə qədər hədislər var. Hətta Peyğəmbərimiz deyir ki, bir adam üzürsüz səbəbdən cümə namazına getməyə, cəmaət namazına getməyə 3 dəfə bu əməli eləsə, onun cənazəsinə getməyin, ölsə dəfninə gedər. Yəni özü özlüyündə demir, nəuzubillah, bu adam kafirdir, dindən çıxıb ya başqa dindədir. Xeyr, sadəcə cəmliyin, birliyin, vəhdətin Peyğəmbərimiz gözəlliyini çatdırır bizə, bərəkətini çatdırır bizə. Bu elə demək deyil ki, o adam pis adamdır. Xeyr, sadəcə həmin adamları təşviq eləyir. Və ya məsələn deyir ki, bir adam məscidlə qonşu ola, cəmaət namazın məsciddə qılmıyor. Məscidlə qonşudur, üzürsüz səbəbdən təbii ki. Üzürsüz səbəbdən. Üzürlü səbəb ki, bunun bir eybi yoxdur. Üzürsüz səbəbdən adam məscidlə qonşu ola, namazı məsciddə qılmıyor, deyir, onun digər dinlərdən fərqi yoxdur. Elə bir ki, müsəlman deyil o adam. Məsələ nədir? Məsələ dinimizin birliyə, vəhdətə, bircə yaşayışa çağırmağıdır. Biz günahı pisləməliyik, qəbahət eləməliyik. Filan kəs içki içirsə, o pis adam demək deyil. Əməli pisdir. Özü mümkündür bir gözəllik tapsın, orada axtarsan mütləq şəkildə bir gözəllik var onda. Məsələn, Fironun haqqında hədislərimiz deyir ki, Firon çox qeyrətli adam olub. Fironun dövründə yüzillərlə hakimiyyətdə olub, Firon ki, həmin Musa əleyhissalamla düşmən olan Fironla gedir söhbət. Çox qeyrətli adam deyir, onun dövründə heç kəs kəbinsiz, nikahsız ailə qura bilməzdi. Bir cəmiyyət, bir tədbir olsaydı Fironun sarayında ailəsini örtülü bir yerdə saxlayar ki, onun məhrəmini heç kim görməsin. Bəli, özü özlüyündə Allahın düşmənidir, lənətlənmiş biri var. Bu həm əməli, həm də özü pis olanlardandır. Amma Fironda belə bir yaxşı xüsusiyyət var. Axtarsan, Fironda bir yaxşı xüsusiyyət tapmaq olur. Amma biz dərhal insanın hansısa bir günahın, bir nöqsanı əlimizdə bağırıq eləyib adamın özünü pisləyirik. Qəlbində də bir Allaha doğru məhəbbət var idisə, qəlbində də bir islah olunmaq istəyi var idisə də, adam sənin onu pisləməyinə qarşı daha da uzaqlaşır. Nə qədər olub Peyğəmbərimizin biz həyatına, niyə Qur'an-ı Kərim Peyğəmbərimiz haqqında deyir ki, ən gözəl nümunə odur? Və ya digər məsumlarımızın haqqında, niyə onları misal çəkirik? Misal odur ki, onlar bizə Allahı göstərir. O adamlar ki, ağlı zəifdir, baxırlar, nəuzubillah, deyirlər, inşallah ikinci xütbəmizdə bunu ətraflı danışacağıq. Baxırdılar Peyğəmbər Həzrət Əli, nəuzubillah, Allahlıq nisbət verirdilər. Amma adam ki, ağlı kamildir, imanı da ağlına mütənasibdir, baxırdılar, onda Allahı görürdülər. Necə ki, Həzrəti Yaqub əleyhissalam deyir, Cəbrail əleyhissalam nazır ki, ey Yaqub, niyə bu qədər ağlayırsan Yusifdən ötürü? Deyir, mən Yusifdən ötürü ağlamıram. Allahı göstərən aynamı itirmişəm, onun üçün ağlayıram. Məsələ budur. Məsələ budur ki, Əhl-i Beyt ümumiyyətlə bu misal çəkirik də biz, Peyğəmbərimiz, onların həyatı bizə kamil nümunədir ki, Allahı tanıyaq, Allahı tapaq. Allah onları ona göndərir ki, bu reseptə baxın, gedin sağalın. Başqa yerə getsən, tapdığın Allah olmayacaq. Ona görə deyir, Allah zehnimə nə gəlsə, Allah barədə düşünəndə, o Allah deyil, Allahdan başqasıdır. Və ya başqa hədisdə deyirlər, insanlar bizim qapımızda İmam Həsən Əskəri əleyhissalam çox gözəl buyurur. Həm də çox bir Əhl-i Beytin məzuniyyətinə işarə edən bir hədisdir ki, insanlar bizim qapımızda nə çatışmazlıq gördülər, başqa qapıya getdilər. Dünya olsun, axirət olsun, maddi mənəvi nələrsə olsun. Nə çatmırdı ki, burada sən qoydun, getdin başqa qapılara. Biz Peyğəmbərimizin həyatına baxanda görürsən, insanın günahı qalan yerdə, məsələn, Peyğəmbərimizin yanına gətirirlər 10 dənə kafirdir ki, İslam dini ilə düşmənçilik və müsəlmanları böyük maddi mənəvi zərər vurublar. 9-unun edamına hökm edir, 10-cuya çatanda Cəbrail əleyhissalam nazir olur ki, ya Peyğəmbər, burada səbr elə, bu adamın edamını istəmir Allah. Layiqdir, amma istəmir. Niyə? Bəs bu adam çox səxavətli adam idi öz cəmiyyət içində. Peyğəmbər ona deyir ki, səni azad elədim, sən edam olunmursan, bəs Rəbbim mənə belə bir şey dedi. Adam orada kəlmə-i şəhadətini gətirir, İslam'a qəbul eləyir. Biz nə qədər belə edamlar eləmişik məsələn, mənəvi edamlar, asıb kəsmişik, filan kəs yalan danışır, filan kəs münafiqdir, filan kəs belədir. Tez ad qoyuruq.
Mənfiyə doğru tez ad qoyuruq. Quran deyir ki, bir-birimizi kobud adlarla çağırmayın Hucurat surəsində. Bir-birimizə ləqəb qoşmayın. Bir-birimizə məsxərə eləməyin. Və xüsusən də çox təəssüf ki, bəzən möminlərin içində ki, bu hallar daha tez yayılır. Mənfi hallar. Dindarların məscidə gələn, Quran oxuyan adamların içində belə şeylər daha... Niyə? Çünki mömin bir ağ gözcüdür da. Bizim bir müəllimimiz var idi, orta məktəbdə deyirdi, insanın vicdanı bir dənə şəffaf şüşədir. Ən bahalı deyir, sabunla da yusan, barmağı qoyanda izi qalır. Mömin də bu cür nədir? Niyə? Çünki sən ilahi bir libas geyinmisən. Biz məsələn ruhani məscidə daxil olur, ona niyə salavat deyirik? Özünə yox. Biz onun libasına, çünki Peyğəmbərin əbasını geyinib. Mömin də bu cür nədir? Peyğəmbəri təmsil eləyirik biz. Əhl-i beyti təmsil eləyirik. Onların həyatını nə qədər bu bircə yaşayış reseptini almışıq. Peyğəmbərin ətrafında yox idi münafiqlər. Peyğəmbərin Həzrət Əlinin ətrafında yox idi. Var idisə Həzrət Əli niyə gedib dərdin quyuya danışırdı? Yox idisə məsələn. Niyə gedir Həzrət Əli? Bir adam yox idi, Həzrət Əli dərdin ona desin. O qədər var idi. Ən çox da onların ətrafında, ən pisi də onların ətrafında. Biz indi məsələn biri ayağını tərs qoyanda adın qoyuruq münafiq, amma öyle münafiqlər var idi ki, indişləri deyir, susuz aparıb susuz gətirər. Bircə yaşayışın formulu budur. Ailədə olsun, uşaqdır, ailədir. Məsələn, görürsən bəzi indiki dövrdə bəzi dindarların, bəzi qardaşların və ya xanımlar olsun, ailə qurmamaq səbəbləri elə ki, imam balası axtarırlar, övliyə axtarırlar. İmam Sadiqin bir dostu olur, imamla da belə ki, məhrəm bir dostu olur da. İmam deyir ki, çox fikirli görürəm səni, deyir, dərdimi aradan aparmağa bir həmdəmim yoxdur. Ailə qurmağa işarə eləyir. İmam deyir, necə birini axtarırsan? Bu başlayır saymağa, bu saydıqca imam barmaqlarını qatlayır. Deyir, diyan bir dəqiqə, 20 neçə dənə şey saymısan. İndi mən bunları sayıram sənin üçün, gör hansı var səndə? Çoxsu yoxdur məndə, deyir, ona görə özünə uyğununu axtar. Maddi olaraq, mənəvi olaraq. Biz nöqsan axtarırıq. Ona görə məsələn, görürsən, çoxsu ailə qura bilmir, çoxsu məsələn, işdə yola girə bilmir. Maaşımı kəsdilər, mənə müdür belə baxdı, nə bilim, birinin səsi yüksək çıxdı. Yola getmək lazımdır. Sözün yaxşımı? Biri var yola vermək, yola getmək başqadır. Yola vermək möminə ümumiyyətlə yaraşmayan bir şeydir. Nəyisə yola verəsən. Amma yola getməyi Allah bizə tövsiyə. Çünki vəhdət, birlik, bərəkət düşünəndə görürsən o acılığına görə üz döndərdiyimiz adamlar var. Hansısa kobud xasiyyətinə görə öləndə adama təsir eləyir. Onu itirəndə, başına bir hadisə gələndə. Adama təsir eləyir ki, filan kəs, kaş mən filan kəsə filan sözü deməzdim. Və çox maraqlıdır və təəccüblüdür ki, o insan dünyasını dəyişən kimi, ya hansısa bir ağır bir xəstəliyə düçar olan kimi tez yadımıza onun bir hansısa yaxşı xüsusiyyəti düşür. Sağlığında halbuki onu xatırlamırdıq. Elə o deyir, baltanı kökündən vurub atırdıq. Allah bizdən bircə yaşayışı bu cür nə istəyir ki, bir-birimizlə yola gedək, bir-birimizin yaxşı tərəflərini görək, bir-birimizin İsa Aleyhisselamın bir gözəl bir hədis var. Buyurur ki, bir gün öz həvariləri ilə yol gedirmiş. Üzr istəyirəm, bir ölmüş heyvan cəsədi görürlər. Hərə bir tür fikirləşir, hərə bir cür üzün döndərir, biri nə bilim halı pisləşir, birinin başı ağrıyır. İsa Aleyhisselam baxır o ölmüş heyvan cəsəddən, deyir, nə gözəl dişləri var. Biz bunu görə bilmirik çox hallarda. Bircə yaşayışın əksidir bu. Vəhdətin, bircə yaşayış, yəni bəzi müasir termin, yəni vəhdətin, birliyin əksidir. Bəzi elə şeylər var ki, bəli, onu keçmək olmaz. Məsələn, o Əli Əleyhisselam da deyir də, yəni şəxsiyyətimə qarşı nəsə olsa onu keçməlisən. Dindir, vətəndir, bu şeylərə qarşı olanları Həzrət Əli deyir, bağışlamayın. Bəli, elə şeylər var ki, keçmək olmur, keçə bilmirsən, amma şəxsiyyətimə aid olan elə şeylər var ki, onu keçəndə sən bağışlayırsan, Allah, çox şəxsi təcrübəmdir. Bağışlayanda Allah adam yollarını açır. Birinin sənə bir əziyyəti keçib, dili ilə, əli ilə, malı ilə, sözü ilə sənə bir incitmək eləyib, sən onu bağışlayırsan, Allah da səni bağışlayır, Allah da sənin yollarını açır. Peyğəmbərimizin dövründə olmuş bir hadisədir. Bir gün Peyğəmbərimiz sədəqənin savabından moizə eləyilmiş. Bir nəfər fəqir bir mömin olub orada, qulaq asır.
Deyir ki, görür də, bəzi adamlar var, o qədər imanları safdır. İmanları o qədər safdır. Hansısa bir ibadəti, yaxşı əməli eləmədiklərini görə peşman olurlar. Görürsən, olur rastlar ki, amma filan kəs niyə narahatsan? Deyir, bu cümə gün gəlir, mənim sədəqə çıxartmağa pulum yoxdur. Baxır, deyir ki, kaş mənim də imkanım olaydı, bu cürə böyük savabı var sədəqənin, mən ondan istifadə eləyərdim. Gəlir evə ağlayır, peşman olur, bir rükət namaz qılır. Deyir, Allah, mənim heç nəyim yoxdur, amma insanlar mən çox incidiblər, qəlbimi çox qırıblar. O qırılan qəlbimi sənin yolunda sədəqə verdim. Səhər gəlir, Peyğəmbər yenə davam edir söhbətə. Deyir, aramızda bir nəfər Rəbbim mənə xəbər verir ki, ən yaxşı sədəqəni verib. Adam həyasından demir ki, mən eləmişəm onu. Allah amma bildirir. Biz nə qədər belə sədəqə verə bilirik, nə qədər məsələn qırılan qəlbimizi, çətindir, bəli, insan, o da biraz da iman zəifliyindən, əlavə təkəbbürdən qaynaqlanır. Adam özün çox böyük bir şey bilir, çox böyük bir adam bilir. Həzrət Əlinin bir çox hədisləri var ki, əsl həyat düsturudur, deyir, hansı halıva təkəbbür eləyirsən, boğazında bir damcı su qalsa boğularsan. Çox sadə bir qaydadır. Bir damcı su qaldı adam boğazında, dünyanın lap belə ən güclü həkimləri gəlsin, cərrahlar gəlsin, xilas eləyə bilməz. 1 dərəcə, 36 dərəcə insanın temperaturu var, 1 dərəcə qalxanda insanın halı pisləşir. Yəni təkəbbür insana yaraşmayan bir haldır. O da təkəbbürdən qaynaqlanır ki, məni incidən adamı bağışlaya bilmirəm. Və ya o qədər şəxsiyyətimi özüm azaltmışam, kiçiltmişəm ki, hər adam gəlir mənim xətrimə dəyir. Hər adamın sözü məni incidir. Bir nəfər dostlardan birinə dedi ki, o da xeyriyyəçi bir adamdır. Deyir, bu qədər yaxşılıq eləyirsən, niyə məsələn qədrin bilinməyəndə narahat olmuşsan? O deyir, mən Allah üçün eləmişəm, bəndə üçün eləməmişəm ki, onun bilməməyi mənə təsir eləsin. Onun nankorluğu, naşükürlüyü mənə təsir, mən buna bu qədər yaxşı, bu da məni incidir, bu da məni təhqir eləyir, bu da mənim yaxşılığımı bilmir. Loğman əleyhissalam nə deyir? Deyir ki, oğluna 2 şey heç vaxt yadında saxlama. Birinin səni elədiyi pisliyi, sənin başqasının elədiyin yaxşılığı. Və yola getməyin, insanlarla, cəmiyyətlə yola getməyin Allah bizə çox hədislərdə, ayələrdə, Peyğəmbərin dili ilə bizə çox tövsiyə eləyir. Bərəkəti də oradadır, nuraniyyət də oradadır və axtaranda, insan axtaranda nümunəni çox tapır, bəhanəni yox. Əgər imanı adamın qaydasında olsa, mənəvi məsələləri qaydasında olsa, adam axtaranda nümunəni çox tapır. Nümunəni çox tapır. İnsanların ən pis insan olur olsun belə. Bir gün İmam Hüseynin oturduğu bir məclisdə Yezidi pisləyirlər. İmam sual verir ki, biz Yezidə niyə beyət eləməməliyik? Hərə bir dənə mənfi xüsusiyyətini sayır, biri də özün istəyir imama şirin satsın, o deyir. Yezid şeir deyir. İmam deyir ki, insafən onun şeirlərinin ədəbiyyatı qaydasındadır. Yezid də, ədəbi cəhətdən qaydasındadır. Bəli, mənası küfürdür, üsyandır, vəhyi inkar eləyir. Amma ədəbi cəhətdən şeirləri qaydasındadır. Yəni orada belə düz deyə Yezid yenə deyirəm. Yezid olsun, Firon olsun, hər kim. Yəni Allahın düşmənidir, söz yox. Əməli də özündən pisdir. Özü də əməlindən pisdir. Amma axtarsan orada da bir şey tapmaq olur. Bəcər bizim bugün yola getmədiyimiz adamlar, görsən boşanmalar sürətlə artır. Yola gedə bilmirlər. 1 ayın içində boşanırlar. 3 günə boşananlar var. 30 mini keçib Azərbaycan kimi balaca bir yerdə 30 min, 35 min boşanma olur. Yola getmirlər. Başqa səbəblər də var, onu inkar eləmirik, amma yola getmək lazımdır. Yəni o Yezid deyir ki, qabağındakı adam. Ya müdürün olsun, ya işin olsun, ya evdə valideynlə münasibətin olsun. Yəni Yeziddən də pisdir, xeyr, axtaranda, amma Yeziddə belə yaxşı nəticə tapmaq olursa, onda lap çox tapmaq olar. Allahın istədiyi də budur, Allahın razılığı da budur. Allahın, hədis var deyir, Allahın sevdiyi ən gözəl yemək süfrə ətrafında çox olanların yeməyidir. Biz elə hərəmiz bir tərəfdə oturaq, biri üzrəsən mətbəxdə yesin, biri həyətdə yesin, biri dönərxanada yesin, evə gəlirlər bir dənə qalmaq üçün. Ya işdə olsun, görürsən hamı bir yerdə oturub cəmlə necə şirin-şirin söhbət eləyirlər, hərə bir xoş söz deyir, biri ilə maraqlanır. O şeyləri tapmaq lazımdır və istəsək tapa bilərik və daha çoxunu da tapa bilərik.
Allahın da istəyi budur ki, rəhmət, bərəkət, nuraniyyət hamısı oradadır. Allahın istəyi bizdən budur ki, bircə yaşayışın reseptini tapaq. Bircə yaşayışın qaydalarını tapaq və onlara əməl eləyək və onları yerinə yetirək və Allahın razılığını cəlb edək. Çox hallarda insanın ibadət itaətinə yox, Allah dərgahında xidmətinə baxılır. Çox olub ki, insanın hədislərimizdə də var, məsələn, övliyaların misallarında, kəramətlərində də var, özümüz də başımıza gəlib və yuxuda görülüb və oyaq halda başqa hansısa bir vasitələr Allah bizə bildirib ki, sənin xidmətin, məsələn, namazından daha əfzəldir, daha xeyirlidir, daha təsirlidir. Cəmiyyətlə bir yerdə olmaq, işində olsun, ailədə olsun, ictimaiyyətdə olsun. İslam həmişə fərdiyyətçilikdən qaçıb. İslam həmişə fərdiyyətçiliyi qadağan eləyib ki, bir adam çəkilsin dağa, o iki qardaşın, məsələn, bizim bilirsiniz, biri çoban olur, biri bazarda süd məhsulları satır. Bu çoban gəlir ki, qardaşı süd satır, qab deşilib, amma süd tökülmür. Deyir, bu necə qazanmışsan? Deyir, dağda qaçıb o cəmiyyətdən, orada insan yox, orada bir günah yox, fəsad yox, orada iman saxlamağa nə var? Mən bu cəmiyyətin içində ki, imanımı saxlamışam. Allah Müteala da mənə belə bir şeylər əta eləyib, belə bir nemətlər əta eləyib. Deyir, mən sənin yerində dayanacam, mən də bu kəraməti qazanacam. Bir həftə gəlir, dayanır bunun yerində, bu satıcı qardaş gedir dağda çobanlıq eləməyə. Gəlir ki, o qazanın deşilən yerindən süd tökülür, damcılayır. Ona görə biz bəzən bəzi şeylərin yerini dəyişik salırıq. Cəmiyyət, İslam da bu şeyləri qadağan eləyir. Niyə məsələn bəzi sufi təriqətlər var, məsələn də o kənara çəkilir. Düzdür, məsələn bizim dinimizdə inziva deyə bir şeylər var. Yəni insan Allahla bir hesab kitab eləsin, Allahla bir baş-başa qalsın. Məsələn görürsən məscidlərdə qalırlar 3 gün, 5 gün, məsələn belə bir ibadətlərimiz var, dinimizin tövsiyə. Amma o demək deyir ki, bütün ömrünü kənarda keçir, cəmiyyətdən kənara qaç, yox. Nemət, rəhmət, bərəkət, düzdür cəmiyyətin içində bu şeyləri əldə eləmək çətindir, amma bu daha fəzilətlidir. Sənin orada 40 il gecə namazı qıl, cəmiyyətin içində bir dənə, məsələn bir salavat dinən, bir zikir elə, o daha əfzəldir. Çünki rəhmət, bərəkət cəmiyyətin içindədir, Allah bu cürünə qoyub. Sən Allahın qaydasından kənara çıxıb özünü islah eləmək istəyirsən, o cürünə ki, alınmaz. Allah bizi əməl əhlindən qərar versin inşallah. Allah bizi cəmiyyətdə vəhdəti, ictimaiyyətdə, ailədə, işimizdə vəhdəti qoruyub o ilahi rəhməti, ilahi bərəkəti qazananlardan qərar versin. Dualarımızın qəbulluğu üçün Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr eləyək. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. فصل لربك وانحر إن شانئك هو الأبتر صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيد الأنبياء أبي القاسم محمد. اللهم صل على محمد وعلى وسيئه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى الحسن وعلى قرة عين الرسول الزهراء بتول وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي العسكري. اللهم صل على محمد عجل الله تعالى فرجه الشريف. قال الله الحكيم في كتابه الكريم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Əyyuhəl müminun usikum və nəfsi bi təqvallah. Əziz möminlər, özümü və siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah Müteala bizi təqvanın əhlindən qərar versin inşallah. Və bəli, bu günlərdə böyük bir rəhmətin, bərəkətin astanasındayıq.
həm mübarək Rəcəb ayıdır, həm Mövlüdlər ayıdır, həm Əmir əleyhissalamın, Həzrət Əli ibn Əbi Talibin Mövludu ərəfəsindəyik. Allah Teala bizi dünya axirətdə Həzrət Əli əleyhissalamın şəfaətindən, ziyarətindən, onun üçün fəzilət deyib fəzilət eşitməkdən binəsib eləməsin. Həzrət Əli əleyhissalamın haqqında danışmağa o alimlərdən birinin gözəl sözü var, deyir bizim ixtiyarımız yoxdur. Niyə yoxdur? Çünki onu tanıyan danışmalıdır. Bir şeydən ki danışırsan, gərək onu kamil tanıyasan. Bir şeydən ki bəhs eləyirsən, kamil tanıya bilməsən, bəhsin naqis olacaq. Və necə eləyək biz Həzrət Əlini tanıyaq və ondan bəhs eləyək? Onu ən yaxşı tanıyanların dili ilə danışa bilərik. Bu da Peyğəmbərimiz buyurur ki, ya Əli, səni ən yaxşı Allahla mən tanıyıram. Bizim də vəzifəmiz budur ki, borcumuz budur ki, Həzrət Əlinin barəsində danışanda Allahın ayəsi ilə Peyğəmbərin kəlamlarını, Peyğəmbərin rəftarlarını deyək. Çünki Peyğəmbərin rəftarı da Allahın ayəsidir, Qurana əsasən. La yantiqu anil hava illa vəhyun yuha. O özündən heç nə danışmır, danışdığı da nə deyirsə Allahın vəhyidir. Peyğəmbərin hər bir kəlamı, ayə olsun olmasın Allahın vəhyidir. O cümlədən də Həzrət Əlinin barəsində. Hətta olub ki, münafiqlərdən etiraz ediblər, Peyğəmbər Həzrət Əlinin barəsində bir söz deyəndə, deyib ki, bunu sən deyirsin, yoxsa Allah əmr eləyir. Peyğəmbər qəzəbləndi. Sözündən görünür ki, Peyğəmbərin sözünə iman gətirməyib bu adam, irad bildirməyinə qəzəbləndi. Qayıtdı ki, əgər Allah deyirsə, Allah mənə bəla versin. Səələ sailun bi əzabin vaqih, Məarij surəsi. Əzab istəyən Allahdan bir dənə əzab istədi, əzabdan anında adam cəhənnəmə vasil oldu. Yəni Peyğəmbər Həzrət Əlinin barəsində nə deyirsə, nə rəftar eləyirsə, hamısı Allahın əmridir, hamısı Allahın tövsiyəsidir. Ona görə ancaq onların sözü ilə biz nə desək naqis olacaq, nə desək az olacaq. Çünki yaxşı tanıya bilmirik. Ləyaqət də, mərifət də o cür nə deyil ki, tanıtdıraq, tanıyaq. Peyğəmbər nə deyir Həzrət Əlinin barəsində? Ya Əli, sənin barəndə elə şeylər deyərəm ki, qorxuram ümmət İsa'nın barəsində elədiyin eləsin. Yəni, nəuzubillah sənə Allahlıq nisbət versin. Bəzən danışanda görsən, irad tuturlar ki, çox şişirdirsiniz, çox. Biz hələ heç nə demirik ki, düşmən bu cürünə. Və bəzən də dostlardan təəssüf, bu şeylər irad bildirirlər ki, bu nədir belə məqamlar, biz hələ heç nə deməmişik. 1400 ildir deyilir, heç Həzrət Əlinin fəzilətlərinin bir damlası belə deyil. Çünki Peyğəmbərimiz buyurur, mən Mirac səfərində gördüm ki, bir dənə dəvə karvanıdır, dayanmadan gedir, yükü də kitabdır. Bir ucu şərqdə, bir ucu qərbdə və dayanmır. Dedim, ya Cəbrail, bu nə hikmətdir, bu karvan gedir belə? Dedi, ya Resulullah, mən aləm yaranandan görmüşəm bu karvanı hələ gedir, dayanmayıb. Ucu bucağı bilinmir, yükü də kitabdır. Deyir, icazə varmı mən yaxınlaşım, o kitablardan birini götürüm? Peyğəmbərimiz yaxınlaşır ki, kitablar, açır kitabın birin, başdan ayağa Həzrət Əlinin fəzilətləridir. Və karvan da dayanmadan gedir. Yəni, Allah bu cür nə izzət verib, Allah verib, nə veribsə, ona görə bizim hələ dediklərimiz azdır. Qur'anın barəsində İbn Abbas həm Peyğəmbərin səhabəsidir, həm əmsi oğludur, həm Quran təfsirçisidir, həm hədis ravisidir ki, bütün İslami əqidələr hamısı yeşdirliklə onu ravi kimi qəbul edirlər, ədalətli ravi kimi. Bir gün Həzrət Əlinin düşmənlərindən biri eşidir, deyir ki, İbn Abbas elə harada oturur, Həzrət Əlidən danışır. Onun fəzilətlərindən deyir, dərslərində çağırır onu, deyir ki, bəs mən eşitmişəm, sən ancaq Əlidən danışırsan, bu gündən belə bu şeyləri yığışdır. Deyirsən, mən day Quran oxumayım. Yəni, Quran oxumayım deyirsən. Quran başdan ayağa, hətta bu söz Peyğəmbərimizin barəsində var. Peyğəmbərimizin xanımlarına birindən soruşurlar, Peyğəmbər dünyasını dəyişəndən sonra ki, bizə ondan danış, deyir, gedin Quran oxuyun. Yəni, Quran ki, ilahi bir və kamil bir reseptdir. İki dənə ən kamil nümunəsi var o reseptə əməl eləyənlərin. Biri Peyğəmbərimiz, biri Həzrət Əlidir. Odur ki, Peyğəmbər deyir ki, ya Əli, Allahı ən yaxşı səndən mən tanıyırıq, məni ən yaxşı Allahla sən tanıyırsan, səni də ən yaxşı məndən Allah tanıyırıq. Bir gün Əbazər Əleyhisselam məsciddən çıxırmış, Peyğəmbər çağırır ki, ya Əbazər, kimsə var idi məsciddə, deyib, bir kişi namaz qılırdı, mən tanımadım.
Peyğəmbər adam göndərir ki, get bax gör o namaz qılan kim imiş. Gəlir bu adam deyir ki, ya Rasulullah, o namaz Əbazər yalan deyir, namaz qılan Əli idi. Peyğəmbər Əbazərə təəccüblə baxır, deyir ki, ya Rasulullah, sən özün buyurmusan ki, Əlini ancaq Allahla mən tanıyıram. Mən də dedim, tanımadım o kişi kimdir. Həzrət Əlinin barəsində oturasan onun fəzilətlərindən danışmağa bir cümlə yox və qiyamətə qədər cümlələr bəs eləməz. Xütbələr bəs eləməz, kəlamlar bəs eləməz. Və Allahın və Peyğəmbərin onun barəsində dediyi sözlər, Həzrət Əlinin hansı fəzilətin, hansı insan fəzilətindən danışsan, məsələn, ədalət olsun, siyasət olsun, ailə başçılığı olsun, cəmiyyətdə sıravi bir müsəlman kimi olsun, Peyğəmbəri tanıyan, ona iqtida edən bir mömin kimi olsun, səhabə kimi olsun, döyüşkən bir şəxs kimi olsun. Nədən danışsan, Həzrət Əli hamısında ən üstünündədir. Düzdür, məsələn, onun fəzilətlərin oğurlayıb bəzi adamları görsən, məcbur da olsa, adam deyir ki, mən bu deyiləm, amma sən deyir ki, yox, sən busan. Həzrət Əlinin bu fəzilətin ki, məsələn, çalışdırırlar ki, nəsə düzəltsinlər, alınmır. Alınmır. Hətta İmam Sadiqə bir nəfər salam verəndə dedi ki, Əs-salamu əleyke ya əmirəl-möminin, İmam qalxdı yerindən qəzəbləndi ona ki, o ləqəb, o ad həzrətlərdən başqasına layiq deyil. Ancaq onundur. Ey möminlərin əmiri. Hansı fəzilətdə desən, xilafətdə desən, zahiri xilafətdə belə. Heç bir şəxs o ilə müqayisə oluna bilmir. Çata bilmir ona. 5-6 milyon kvadrat kilometr indiki dilinən desək ərazinin xəlifəsidir. Cəmi bir dəst libası var. Bir nəfər gəlir, Həzrət Əlini üzdən tanımayan adam olur da, gəlir cümə günüdür Kufə məscidinə, baxır ki, bir nəfər moizə eləyir minbərdən, tez-tez əynində əbasını silkələyir. Yanından oturan soruşur ki, qardaş, bu ağsaqqal kimdir, moizə eləyir, əbasını da silkələyir. Dedi, bu bizim xəlifəmiz Həzrət Əlidir, cəmi bir dəst libası var. Onu da təzəyyüb əynində silkələyir ki, tez qurusun. Yəni, bu cür nə deyir ki, mən cəmiyyətimin öz itaətim altında olan bəndələrin, qulların ən aşağı səviyyəlisi kimi yaşamalıyam ki, onlar mənim halıma baxıb naşükür olmasınlar. Sizin deyir, məntəqənizə gələndə mən deyir, bir dəst paltarla bir dənə atla gəlmişəm. Bundan artıq ilə geçsəm bilin ki, mən düz eləməmişəm nəyisə. Ən aşağısı səviyyəsində bəzən möminlər olub ki, istəyiblər Həzrət Əliyə bu məsələdə təqlid eləsinlər, alındıra bilməyiblər. Olub ki, çörəyindən kiməsə təşrif eləyib, baxıblar ki, çörək daş kimidir. Yemək olmur. İmam Zeynul-Abidin əleyhissalam ki, ibadət edənlərin zinətidir, Seyyidus Sacidindir, səzdə eləyənlərin ağasıdır. İmam Baqir əleyhissalam deyir ki, atam Əli ibn Hüseyin, yəni İmam Səccad əleyhissalam və ya bir ləqəbi də İmam Zeynul-Abidindir. Deyir, ildə bir neçə dəfə alnının qabarından kəsərdi, çox səzd eləməkdən alnını qabar bağlayardı, ondan kəsərdi. O qədər qaralardı, alnını qabar bağlayardı. Bu İmam Zeynul-Abidin əleyhissalam deyir ki, mənim deyir, alnım səzd eləməkdən qabarmışdı. Cəddim Əlinin çiyini yük daşımaqdan, yetimlərə ərzaq daşımaqdan, dizi də çörək sındırmaqdan qabar olmuşdu. Yəni, təsəvvür elə, bu çörək səhərdən axşama qalanda hər birimiz, yəni normal da bir halda yeyə bilmirik. Təzəsini aldırırıq. Çörək o qədər bərk olur ki, dizində çörək sındırmaqdan dizi qabar olmuşdu. Onudur ki, Əli əleyhissalama içsəyəsən, iqtida eləyəsən, necə biz cəmaat namazı olsun, cümə namazı olsun, imama iqtida eləyirik, piş namaz da deyirik. Ondan qabağa geçsən, əməllərin düz olmaz. Gərək namazı təzəliyəsən və ya niyyətivi təzəliyəsən. Ondan geriyə də qala bilmərsən. Onunla bərabər gedməlisən. Odur ki, Peyğəmbərimiz bizə Qurani Kərimi tapşıranda, Peyğəmbərimiz bizə Əhl-i Beyti tapşıranda deyib ki, onlardan qabağa keçməyin, onlardan geri qalmayın. Hər iki halda məhv olarsınız, həlak olarsınız. Hər iki halda Peyğəmbər deyir ki, məhv olarsınız. Viladəti olsun. Bugün məsələn çalışırlar, inkar eləsinlər. O Həzrət Əli dünyaya gələndə Kəbədə qalan izi örtməyə çalışırlar. Nə bilim, betonluyurlar. Sıvaq çəkirlər ki, izi itsin. Amma Quran özü çox gözəl bir qayda qoyub. Allah Teala deyir ki, yuriduna liyutfiyu bi ahvaihim, nurallahi bi ahvaihim. Allahın nurun ağızlarının deyir, pis nəfəsini söndürmək istəyirlər. Üzr istəyirəm, ailələri uşaq dünyaya gətirəcəklər, gətirir Kəbənin içinə ki, orada dünyaya gəlsin, fəzilətli olsun. Uşaq neçə dəfə olub eləyiblər bunu, uşaq şikəst olub.
Əgər Əli əleyhissalam burada dünyaya gəlməyibsə, bunu niyə eləyirsiniz? Əgər fəzilət deyilsə, bunu niyə eləyirsiniz? Çalışırlar, qəbul eləyə bilmirlər. Məsələn, şeytanın səcdə eləməməyinin səbəbindən biri də Həzrət Əlidir. Adəmin alnında deyir, Həzrət Əli nurunu gördü, boyun qaçırdı səcdə eləməkdən. Onun fəzilətlərini inkar etməklə, o alimlərdən biri, Allah rəhmət etsin, Əllamə Əmini ki, neçə cild Əl-Qədir kitabını yazıb Həzrət Əlinin fəzilətləri haqqında, Qədirxum haqqında. O deyir, Həzrət Əlinin haqqında bir fəzilət nəql olmasaydı belə, mən düşmənlərin hərəkətləri ilə Həzrət Əlinin haqq olmağı sübut eləyərdim. Düşmənlərin onun müqabilində elədikləri ilə onun haqq olmağı sübut eləyərdim. Budur ki, Həzrət Əlinin heç viladətinin misli bərabəri yoxdur ki, o heç kimə qismət olmayıb bu. Allahın evində dünyaya gəlib, o ariflərin bir sözü var, deyil, Əl-həyatu rihlatun minallah ilallah. Həyat bir dənə səfərdir Allahdan Allaha. Həzrət Əli Allahın evində dünyaya gəlib, Allahın evində də şəhid olub. Bəli, çox olub ki, Allahın evində insanlar şəhid olub, amma Allahın evində dünyaya gələn olmayıb hələ. Olmayacaqdır. Neçə dənə şey var Həzrət Əlinin barəsində, heç kimə qismət olmayıb. Tarixdə də bunun en qədər sübutu var. En qədər sübutu var ki, misli bərabər heç kimin haqqında deyilməyib. Yəni, Həzrətlərinin başqası haqqında bu olmayıb, olmayacaq da. Deyir ki, bəs biz necə olsun ki, düşmənin iradları var Həzrətlərinin barəsində, irad tuturlar. Təbii ki, onlar irad sayırlar da onu. Müəyyən o fitnələr var, imtihanlar var ki, möminlər çıxa bilmir. Hətta Muaviyyə özü deyir, gecə namazında ağlayırdı. Bilirdi ki, ordusunda imanı zəif adamlar var. Adam var, imanı var, ağlı yoxdur. Bu çox pis bir haldır. Və ya ağlı zəifdir. Muaviyyə gecə namazında ağlayırdı, cəmaat şəkkə düşür ki, o adam belə bir mömindirsə, Həzrət Əli niyə bu ilə düşmənçilik eləyir? Adamın ağlı ilə imanı gərək bərabər addımlasın. İkisi birindən çox olanda fəsad baş verir. Ona görə biz istəyək ki, Həzrət Əlini tanıtdıraq, yenə də öz sözümüzlə yox, Peyğəmbərin sözü ilə, Peyğəmbərin kəlamı ilə, Quranın ayəsi ilə. Gərək bizim əməlimizdə də olsun o şeylər. O məşhur bir lətifə var da, biraz zahirən gülməli də olsa da bir acı həqiqətdir ki, adın Əlidir, gözlərindən maviyə oxşuyursan, deyir. Adamın əməli Əli olmayandan sonra Əli deyirsən denən. Nə qədər Əli deyirsən denən bir faydası olmayacaq. Bizim ona görə əməllərimiz təsir qoymur ki, Həzrət Əlinin barəsində dediklərimiz, əməlimiz təsir qoymur. Çünki əməlimizdə yoxdur və ya azdır. Alimlər deyirlər, ariflər deyirlər ki, Əli tərəfdarı, Əli sevən adam o cürünə olmalı ki, ona baxanda Həzrət Əli yada düşsün. Danışığında, əməlində, sözündə, kəlamında, yeməyində, oturmağında, durmağında, cəmiyyətə çıxmağında. Görürsən, bir fəzilətli adamın bir nalayiq övladı olur, o övlad atasını təmsil edə bilmir. Məsələn, Nuh əleyhissalamın neçə oğlu var idi, Kənan onu inkar elədi. Məsələn, Kənan heç vaxt Nuh əleyhissalamı tanıtdıra bilməz. Niyə? Çünki özü layiq deyil ona. Söz yox, əlhəmdülillah, biz Kənan deyilik. Məsələn, Həzrət Əlinin haqqında inkar eləməliyik, Həzrət Əlinin haqqında hansısa bir qəbahətə də yol verməyik. Amma əməllərimizi biraz düzəltmək, bir xeyli düzəltməyə ehtiyac var ki, əməlimiz də Əli desin. Ondan sonra sən Əli deməsən də cəmaət biləcək Həzrət Əli kimdir, tanıtdıra biləcəksən, təqdim eləyə biləcəksən, təmsil eləyə biləcəksən. Hər bir halında görürsən, deyir ki, mənə deyir, irad tuturlar ki, Əbu Talibin oğlu quru çörək yeməklə döyüşdə qılınc vura bilməz. O, Xeybər döyüşündə Həzrət Əlinin bir dənə məşhur bir zərbəsi var. O, Mərhəb, iki qardaş Mərhəblə Haris. Onlar Mərhəbə elə bir zərbə vuruşdu. Dünya hələ elə bir cəld zərbə görməyib. Zülfüqarla Qurşağacan iki yerə bölür o adamı, pəhlivan. Çox qüdrətli bir pəhlivan olub. Zərbəni elə cəld vurur ki, bu adam ortadan bölünüb iki yerə. Deyir, mənə burnum qaşındı, sən mən neynimsən? Hələ xəbəri yoxdur zərbənin təsirindən. Yəni, döyüşdə belə Həzrət Əlinin misli bərabər yoxdur. Döyüşdə. Heç vaxt deyir, çörəyinə zireh vurmazdı. Döyüşə də həmişə deyir, çox vaxtı qatırla gedərdi. Deyir ki, qatır heç kimin qabağından qaçmır, qaçanı da qovmur. Mən də arxadan düşmənə arxa çevirmirəm, deyir.
Kimdənsə qaçmıram deyir, arxadan zərbə alım. Ona görə arxama, kürəyimə zireh toxumuram. Zireh taxmıram. Şəhid ailələrinə, qocalara birinci pensiyanı Həzrət Əli təyin eləyib. Beytülmala deyir, ərzaq gələrdi, bal gələrdi. Bir nəfər çox olub Peyğəmbərin dövründə, Peyğəmbərdən sonra Həzrət Əli öz xilafətində. Görürlər ki, Həzrət Əli Beytülmala bal gəlib, zəkatdır nədir? Həzrət Əli qabdan götürür, şəhidlərin balalarına bal yedizdirir. Neçə adam var idi, orada deyir ki, biz arzu elədik, kəş biz də yetim olardıq, kəş bizim də atamız şəhid olardı. Həzrət Əli bu cürlə bizə qayğı göstərərdi. Və bunlara rəğmən də heç vaxtı haqqı tanınmayıb onun kamillicə. Bəli, başqa imamlarımız da, digər məsumlar da, övliyalar da, peyğəmbərlər də məzlumdular. Amma Həzrət Əli məzlumiyyəti budur ki, heç vaxtı haqqı tanınmır. Ətrafında minlərlə, milyonlarla adam var idi. Hərəsi bir cürünə bir naqisliyi ilə üz çevirib gedirdilər. Döyüşə çağırırdı, deyirdilər ki, Əli fitnə salır din daxilində. Sülhə çağırırdı, deyirdilər, nəuzubillah, Əli qorxur. Cürbəcür sifətlər nisbət verirdilər. Odur ki, haqqı tanınmadı. Odur ki, tarixin ən məzlum. Başqa imamlarımızın da məzlumiyyəti var. Hamısının ətrafında adamlar da var idi. Amma Həzrət Əlinin yanında heç kim yox idi. Heç kim yox idi Həzrət Əlinin yanında. Bir nəfər gəldi, çıxdı, deyirlər o xəyanətlərdən sonra, o da deyir, gecikmişdi. Yəni, məzlumiyyətində də onun bərabəri yoxdur. İlahi rəhbərliyi olsun, dünyəvi rəhbərliyi olsun. Odur ki, biz istəyək Həzrət Əlini tanıyaq, tanıtdıraq. Ən birinci qayda budur ki, Peyğəmbərin və Allahın kəlamlarına fikir verək. Digər kəlamlar çox deyiblər, tarixin böyük dahiləri, böyük şəxsiyyətləri Həzrət Əlinin barəsində çox-çox sözlər deyiblər. Böyük sözlər deyiblər, amma heç biri Allahın və Peyğəmbərin kəlamının yanında bir şey deyil. O, bir alimlərdən birisi deyir ki, Həzrət Əlinin barəsində deyir, Allahın bütün işləri qəribədir, bütün işləri təəccüblüdür. Amma ən təəccüblüsü budur ki, Həzrət Əli kimi əzəmətli şəxsiyyətli bu xırda dünyaya necə yerləşdirdi? Çoxdur sözlər deyilməyə qalsa, durasan, axşamacan danışasan, ayələr olsun, hədislər olsun, kəlamlar olsun, Allah dostlarının sözləri olsun, şəxsi olaraq bir-birimizin başına gələn bir hadisələr olsun, kəramətlər olsun, möcüzələr olsun Həzrət Əlinin tərəfindən. Amma vaxtı da çox uzatmaq olmaz. Budur ki, yaxşı kəlam budur ki, qaydasında qalsın, qədərində qalsın ki, adam üçün keyfiyyətli və maraqlı olsun. Allah'a and verək Həzrət Əli əleyhissalamın haqqına ki, Quran deyir, bu böyük bir anddır. Allah bizi dünya axirətdə onun yanında üzü qara eləməsin inşallah. Allah bizi Həzrət Əli əleyhissalamın və övladının dünyada ziyarətindən, axirətdə şəfaətindən, onların fəzilətini deyib, eşidib, qulaq asmaqdan inşallah binəsib eləməsin. Bəli, Həzrət Əlinin cinlərlə, kafir cinlərlə müharibəsi var. Peyğəmbər göndərir onu müharibəyə və narahat qalır ki, Əli əleyhissalam yubandı. Başına bir iş gəlmiş olar səhhətinə, sağlamlığına. Kim mənə Əlidən bir şad xəbər gətirsə ki, salamatdır, ona bir dənə hədiyyə verəcəm. Bəli, Salman qaçır tez Həzrət Əlini döyüşdüyü məntəqiyə, məkana ki, ondan bir xəbər gətirsin. Görülür, Əli əleyhissalam gəlir, qılıncından qan süzülür, özü də yara bərə içindədir, amma salamatdır, sağdır. Dedi, ya Əli, sən biraz asta yeri, mən çatın Peyğəmbərə şad xəbər verim sənin barəndə. Dedi, Salman, nə istəyəcəksən? Nə hədiyyə istəyim? Dedi, ya Əli, nə istəyim onunla? Deyir ki, Allahla Peyğəmbər, Meyraz səfərinə gedəndə Peyğəmbərimiz 3000 kəlmə söz danışdılar. O kəlmənin 1000 dənəsini cəmiyyətdə deməli idi, 1000 dənəsini desə də olar, deməsə də olar. Yəni ixtiyarındaydı, 1000 dənəsi, yerdə qalan 1000 dənəsini də deməməli idi. Çünki ancaq Allahla Peyğəmbərin öz arasındadır ki, bu sirdir. Gərək heç kimə deməsin. Deyir, o kəlmədən birini istə. Həmin o 1000 kəlmə ki, öz arasında qalmalıdır Allahla, ondan birini denən sənə versin, o hədiyyəni versin. Salman gəlir ki, ya Rasulullah, gözün aydın, qarda əmin oğlu sağ-salamat gəlir, döyüşdən qalib halda mən bəs hədiyyəmi buyur. Salman, nə istəyirsən, bəs o 1000 kəlmə ki, Allahla sənin arandaydı, ondan bir dənəsi mənə denən. Peyğəmbər qalır çarəsiz, həm söz verib hədiyyə verəcəm, həm də o kəlmə Allahın sirridir. Cəbrail əleyhissalam nazil olur ki, ya Rasulullah, Salman bizdəndir, ona demək olar. Salman, neçə dəfə Salmanın haqqında bu söz deyilib, Peyğəmbərimiz deyib, Salman bizdəndir, xanım Zəhra deyib, Həzrət Əli deyib, bu dəfə Allah da dedi ki, Salman bizdəndir, ona demək olar.
Demək olar, Peyğəmbərimiz qayıtdı ki, o 1000 kəlmə ki, Allahla ancaq mənim aramda idi, o kəlmədən biri budur ki, daha doğrusu o kəlməni öyrətmək üçün. Dedi, Salman bir tas gətir, su, bir dənə də iynə gətir mənə. Salman gətirdi suyu, dedi, o iynəni batır o suya. Batırdı, götür iynəni. Dedi, ya Salman, hər kəsin qəlbindəki Əli əleyhissalama o iynənin ucundakı su qədər məhəbbət ola, yəni bir damcıdan da az. Hər kəsin qəlbində o məhəbbət ola, o adam dəxələ fil cənnə, o adam cənnətli idi. Ona görə çalışmaq lazımdır. Əməl tək məhəbbətdən kifayət deyil də, məhəbbətdən əvvəl Allah Quranda bizdən məvəddət istəyir. Məhəbbət budur ki, hamıya bağlana bilirsən. Adam bir daşa da bağlanır, bir ağaca da bağlanır, hər bir insana da bağlana bilər. Amma məvəddət odur ki, əməldə. Əmələ baxanda səni Həzrət Əliyə oxşatsınlar. Allah bizi bu mövlud xatirinə inşallah əməl və rəftarında da Həzrət Əliyə oxşayanlardan qərar versin. Allah mütəal bu günü bir daha hər birimizə mübarək eləsin inşallah. Allah Həzrət Əlinin barəsində olunan xeyir əməlləri, ibadət, itaətləri, bu nurani işləri hər birimizdən ali dərəcədə qəbul eləsin. Dualarımızın qəbulluğu üçün cəm olan əzizlərin salamatlığı və müşküllərin həlli üçün başda Ağa İmam Zaman əleyhissalam olmaq, dünyanın hər yerində olan Əhl-i Beyt tərəfdarlarının, Əhl-i Beyt sevənlərin, mömin-möminatın, müslim-müslimatın müşküllərin həlli üçün Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr eləyək. Allah'a sallallahu aleyhi ve sellem.